Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Riyad-ı Salihinde nazaret bölümünde Cibril'in hadisini okuduk ve İbn-i Seymi Rahmanullah ona şerh verirken İslam'ın mertebelerinden olan birinci mertebesi dinin mertebelerinden birinci mertebesi İslam'dır. Ve bunda 5 rukunu var. Burada kəlmə şəhadətindən və namazdan danışdı və zəkatdan da danışdı. Və biz bunu davam edirik. Davam edirik. Zəkat kimlərə verilir? Kimlərə sərf olunur? Buna cavab olaraq odur ki, Allah Subhanahu taala öz hikməti ilə təyin elədiyi kəslərə sərf olunur zəkat. İnnəməs sadaqatu lil fuqara'i vel məsakin. Sədəqələr, yəni burada zəkatlardan, vacib sədəqələrdən söhbət gedir. Fəqirlər və miskinlər və onun üzərində işləyənlər, yəni ki, zəkatı yığanlar, hansı ki, dövlət təyin edir onu, zəkat yığanları. Vəl müəlləfəti qulubuhum, qəlblərini təlif eləmək, yəni qəlblərini isindirmək, istindirmək. Və firriqab, yəni qul azad eləmək. Vəl qarimin, borçlu kəslər. Və fi səbilillah, Allah yolunda olanlar. Və benis səbil, və yolda qalan. Fəridatan minallah, Allah'tan olan bir fərzdir bu, yəni fərz buyurubdur bunu. 8 sinif Allah Teala zikr edibdir. Fəqirlər, miskinlər, zəkatı yığanlar indi dövlət onu təyin edir də, yoxdursa yoxdur. Qəlbləri birləşdirmək, İslamda təzədlər, bu da əslində hakim şeydir, əsasən yəni. Və firriqab, riqab qul azad eləmək, indi qul yoxdur. Vəl-qarimin, borc. Və fi səbilillah, Allah yolunda, yəni Allah yolunda burada cihad və oxşar olan şeylər daxildir. Və binis səbil, və yolda qalan da, yəni miqdarında yolunu davam eləsin deyə verilir. Və Allah'tan olan bir fərzdir. Necə ki, Tövbə surəsində Allah Teala bunu zikr edir. Vallahu alimun həkim, Allah Teala biləndir, həkimdir. Yəni lazım ki, bu 8 sinif olsun. Tövbə surəsinin 60-cı ayədə zikr olan bu nədir ki, 8 sinif olsun. Fəqirlər və miskinlər, onlar öz ehtiyaclarını kifayət qədər tapa bilmirlər. Yəni, bir il ərzində ailələrinin ehtiyaclarını ödəyə bilmirlər. Misal olaraq, bir kişi vəzifəsi var, işləyir, aylıq maaş alır. Maaşı 4000 riyaldır. Misal üçün. 4000 riyaldırsa da, lakin onun ailəsi vardır, ailəsinin xərcləri 6000 riyaldır. 6000 riyaldır, bu halda bu kəs fəqir sayılır, çünki deyir, lə yəcidu mə yəkfihi, o ehtiyacını ödəməyə işlə tapmır. Yəni ki, ehtiyacını tam kifayət qədər ödəməyə. Bu halda buna deyir, bu 4000 alır da, düzdürmü? Bu ildə, illik hesablayanda, yəni 4'ü də vursaq, 1 ilə hər ay alır da, 12'yə vursaq, neçə eləyir? Evet, bir 48.000 riyal alır. Buna biz əlavə olaraq da 24.000 riyal zəkatdan veririk. 24.000 riyal veririk ki, bu illik ehtiyaclarını ödəyə bilsin. Ki, həmin xərcləri tamamlayır onun üçün. Başqa bir kişi, məsələn, 6000 riyal alır ayda, lakin ailəsi böyükdür, ehtiyac daha şiddətlidir. Ehtiyacı deyək ki, məsələn, 12.000 riyal bana kifayət edir. 6000 maaş alır, amma ehtiyacları ödəməkdən ötürü 12.000 pul lazımdır buna. Bu halda buna da 72.000 riyal zəkatdan veririk ki, o pulun üstünü tamamlasın ki, bir illik nədir, ehtiyacı ödənsin. Bir ildən artıq vermirik. Bir ildən artıq kifayət miqdarını vermirik, deyir. Çünki deyir, il boyu
zəkat deyil, təzə zəkat gəlirdi, onun obsi ehtiyacını deyil, ödür. Onun üçün də alimlər onu bir il hesablayıblar. Çünki bir ilə kimi. Sonra təzə zəkat gələndə nədir? Onu ödəyir. Əgər bir kəs desə ki, hansı deyir daha çox ehtiyaclıdır, fəqirmi yoxsa miskinmi, bu sualı versəm, alimlər deyirlər ki, ən mühüm olanla başlamaq lazımdır. Allah Subhanahu taala birinci fəqirdən başlamışdı. Fəqir miskindən daha ehtiyaclıdır. Fəqir miskindən daha ehtiyaclıdır. Çünki fəqirin nədir? Fəqir heç nə tapmır yeməyə, fəqərələrə əyilir. Fəqir sözü, yəni fəqərə sözündən götürülübdür. O yemək tapmadıqda onun nədir? Fəqərəsi əyilir. Həqiqətdə miskin isə o kəsdir ki, yəni işləyir, işi var, amma gəliri onun illi ehtiyacları nədir? Ödəmir. Demək, fəqir, miskin, fəqirlər, miskinlər 2. Üçüncüsü əl-amilun aleyhə. Yəni hansılar ki, rəis, dövlət rəisi, başçısı, prezidenti onu təyin edibdir zəkatın malını yığmağa. Yəni zəkat çıxardanlardan onu nə edir? Gedir alır və onu haqlı olan kəslərə nə edir? Xərcləyir. فيعطيهم رئيس الدولة مقدار ücretihim. Yəni dövlətin başçısı o zəkatı yığan kəslərə onların da ehtiyacının miqdarı qədər verir. Həmin kəslərə. O işin üzərində və şeydir də, işçidir də deyək ki, maaş alır, maaşa işləyir. Oradan da ona ehtiyacı miqdarı qədər verilir. Əgər onlar varlı olsalar, وَلَوْ كَانُوا أَغْنِيَاءَ لِأَنَّهُمْ يَسْتَحِقُّونَهَا بِالْعَمَلِ لَا بِالْحَاجَةِ. Bu halda hətta varlı olsalar belə, həmin pulu yığanlar, onlar işlərinin qarşılığı olaraq alırlar onu. İşlərinin qarşılığı olaraq ehtiyac sahibi deyə yox. Əgər əmr sahibi desə ki, həuləy əl-vahidi minhum, yəni desə ki, bu da onlardan biridir, İdə amilə bişşəhr fəratibuhu 1000 riyal fənu'tihim aleyhi 1000 riyal min zəkat. Desə ki, bu kəs onlardan biridir. Məsəl üçün, həmin o zəkatı yığan kəsi təyin edən rəisdir, başçıdır. Ona aylıq maaş verilir. Məsələn, deyək ki, 1000 riyal verilsin. Biz deyir ona zəkatdan 1000 riyal veririk. وذلك لأنهم يتصرفون في الزكاة لمصلحة الزكاة فأعطوا منها. Çünki deyir, həmin o zəkatı yığmağa gedənlər zəkatın məsləhəti üçün çalışdıqları üçün və yaxud da ki, həmin pul zəkatın məsləhəti üçün xərcləndiyi üçün, sərf olunduğu üçün həmin kəslərə ondan verilir. Yəni, zəkat yığanlara. Lakin idə əhəbbə vəliyül əmr, amma əmr sahibi istəsə ki, ən yu'tiyəhum min beytil məl müslimin, müsəlmanların malından, beytulmaldan da vermək istəsə, əl-məl umumi maldan zəkat malı qənaət eləsin deyə haqlı olan kəslərə daha verilməsi, bu halda heç bir işgəli yoxdur. Elə bir ki, biri zəkat yığmağa gedir, dövlət təyin edir də ona maaş olaraq ya zəkatdan verilir, ya da ki, büdcədən onun aylıq pul verilir, işçi kimi işlənilir. Bu deyil, daha yaxşı olar. Dördüncü odur ki, əl-müəlləfəti qulubuhum. Kimlərdir onlar? Onlar İslamı sevdisi, İslamda təzədirlər, qəlbləri daha da İslama bağlansın deyə. Görürsən ki, təzə İslamı qəbul edibdir. Lazımdır ki, onun imanını gücləndirək və ona zəkatdan veririk. Niyə? İslama daha da sinişsin deyə. Müsəlmanları daha da sevsin deyə. Və bununla yetəqavva, yəni güclənsin. Və bilsin ki, həqiqətən İslam dini əlaqə dinidir, bağlantı dinidir. Bunu bilsin. Həmçinin təlif, yəni o qəlbləri sinişdirmək, bura həmçinin kim daxil ola bilir? Məsələn, bir insanın şərrindən xilas olmaq üçün ona da verilə bilər. Ki, onun və yazılı məfi qalbi, yəni ki, onun qəlbində olan o kin küdrət, müsəlmanlara qarşı olan düşmənçilik, kin küdrət getsin deyə ona da vermək olar.
Alimlər ixtilaf ediblər ki, qəlbləri birləşdirən şərtdirmi ki, qəlbləri birləşdirənlər onların lazımdır ki, onlar başçı olsunlar, öz qövmlərinin içində sözləri olsun, şərəfli olan kəslərdən olsunlar, yoxsa şərt deyilmi? Səhih odur ki, şərt deyil. Hətta insanlardan birinə belə verilsə belə ki, qəlbini İslam'a istirmək üçün bu kifayətdir. Amma insanlardan birinə o vaxt verilir ki, onun şərini dəf eləmək üçün ona verilir ki, şəri dəf olunsun. Bu deyir, nədir? Bu caiz deyil. Yəni söhbət fərddən gedir. Kimin şərindən qorunmaq üçün vermək olar? Sözü var, vəzifəsi var, onun şərindən qorunmaq üçün. Amma fərdi bir insana verirsən ki, insanlardan bir fərdi bir insana şərindən qorunmaq olar. Bu caiz deyil, ona vermirsən. Çünki deyir, insanlardan tək olan bir kəs tərfəuhu ilə vulatil umur və yəxuzu haqqaq min. Yəni sən məsələni qaldırırsan hakimə, hakim sənin haqqını ondan alır. Bir var ki, söz sahibi var, böyük qəbilə başçısıdır, böyük nəsil sahibidir, məsəl üçün, şəri var, ehtiyat etsinlər bundan. Bir də var ki, fərdi bir kəs. Beşinci odur ki, o firriqab. Firriqab nədir? Qul azad eləmək. Yəni, alimlər zikr ediblər ki, bu üç növ özündə daşıyır. Üç növü özündə daşıyır. Birinci növ odur ki, bir qul alırsan, zəkat malını, onu azad edirsən. İkinci növ odur ki, bir qul öz sahibinlə razılığa gəlibdir ki, mənə icazə ver, həm sənin üçün işləyim, həm də ki, qıraqda bir yüngülvari bir vaxt işləyim, pul yığım, özümü səndən neyim, azad edim. Buna mükatəb deyilir. Ona da həmçinin o həmin mükatəbə o qul ki, öz nəfsini öz seyidindən, başçısından alır, buna da sən verə bilərsən o zəkatdan. Üçüncü növbədə odur ki, müsəlman bir əsiri, kafirlərin yanında olan müsəlman bir əsiri azad eləmən. Zəkat malından verirsən, o nədir? Azad edirsən. Və yaxud da ki, kafirlərdən başqası birinin yanında. Deyək ki, bir müsəlman insanlardan zulm edən olur da, yəni müsəlman da ola bilər zulm edən. Bunu oğurlayıbdır. Yalnız ona fidyə versən buraxmaq istəyir, pul qarşılıq alandan sonra buraxacaqdır. Buna zəkat malından verməkdə heç bir işgal yoxdur. Yəni. Altıncı odur ki, vəl-qarimin. Qarimin borçlu olanlar. Qarim kimdir? Huvəl-ləzi yəkunu fi zimmətihi deynun. Lə yəstətiu vəfəəhu. Yəni, borcu vardı, o borcu verə bilmir, bacarmır verməyə. Yəni, əv yəkunu fi zimməti deynun li məslahatin əmmə. Və yaxud da umumi boynunda borc var. Misal üçün, umumi məsləhət üçün. Deyək ki, biri birini öldürübdür, onların arasını fidyə, diyə olaraq məsələn ödənişində köməklik edibdir, borc kimi və yaxud da ki, islah eləmək üçün nəsə pul veribdir. Buna oxşar şeylərlə borca giribdir. Deyək ki, bunu da etmək olar. Borc sayılır. Və inkənə yastatiyo vəfəəhə onu yerinə etməyə bacarırsa da və lihəzə qalil uləmə innəl qarim nəvən. Deyirlər ki, borcu olan iki növdür. Birinci növ odur ki, əl-qarim li qeyrihi. Başqası üçün borcu olan. Söz verib, boyun olub, borc başqası üçün. İkinci növ odur ki, insan əl-qarim li nəfsihi. Özünün borcu olan. Başqası üçün borcu olan iki nəfərin arasını ıslah eləmək üçün nədir? Borca girib, mal borcuna giribdir. Mislən yəkun beynə qabilətin nizə. Məsələn, iki qəbilə arasında böyük bir ixtilaf vardı, qırğın vardı, spor vardı, düşmənçilik var. Bu kişi də xeyir əhli onların iki qəbilənin arasını ıslah edir. Müəyyən bir pula, nəyəsə boyun olaraq. Yəni, bu borçlu olur. Amma özünkü dildə bu başqası üçündür. Yəni, aranı ıslah eləmək üçündür. Umumi məsləhət üçündür. Yəni, iki qəbiləni ıslah eləməkdir. Alimlər deyirlər ki, bu kişiyə verilir borcunu ödəyən miqdarda. Hətta iki varlı olsa belə. Çünki öz borcu deyil ki, onun.
İki qəbilənin arasını ıslah eləmək üçün o borca giribdir. Çünki başqasının məsləhətidir. Təqdir olunsa ki, belə ki, fərz olunsa ki, bir kişi onun 1000 riyalı vardır. Üzr istəyirəm, 100.000 riyalı vardır. Bu iki qəbilə arasında nə edibdir? İslah edibdir. Bir aşrati ələf riyal. Yəni 10.000 riyalla məsələni nə edibdir? Həll edibdir. Lakin öz malından verə bilər də, bunu öz malından verə bilər. Lakin biz deyirik ki, xeyr, lə yəlzəmuhu, o lazım deyil ki, o cibindən versin onu, vacib deyil. Əksinə biz ona zəkatdan veririk ona, ki, o borcu ödəsin. Özünün pulu var, amma iki qəblə arasında islah verir, məsələn, 10.000 riyal, məsəl üçün, pul xərcləyibdir. Şərt deyil ki, özündən versin, verilir, zəkat malından o şəxs ona verilir. Yəni, nəzər ki, məsləhət, çünki başqasının məsləhətidir bu, özü üçün deyil. وَلِأَنَّ هَذَا يَفْتَحُ بَابَ الْإِصْلَاحِ لِلنَّاسِ. Çünki bu insanların ıslah bölümünü açır, insanlar üçün ıslah bölümünün qapısını açır. Əgər biz buna kömək eləməsək bu kişiyə, buna verməsək və insanlar qəbilələr arasında olan düşmənçilik, o qırğınlarda islahat eləməkdə tənbəllik edəcəklər, qarışmayacaqlar söhbətə. Deyəcəklər, mən niyə qarışıram söhbətə? Ona görə veririk. Amma ikinci növ odur ki, özünün borcu olan. Yəni, bir kişi ev kiriyə götürübdür, məsələn, 5.000 riyala. İmkanı yoxdur kirəni verməyə. Məsələn, burada niyə 5.000 riyal? 5.000 riyal yəni illik ödənişdir. Yəni, imkanı yoxdur onu verməyə. Bu özünün borcudur. Məsələn, yeməkdə, içməkdə, geyinməkdə, وهو نفسه في أكله وشربه ولباسه ليس محتاجا لكن يحتاج إلى وفاء الدين الذي لزمه بالاستئجار للبيت falan. Deyək ki, məsələn, bu yeməyi də var, geyinməyi də var, içməyi də var. Amma ehtiyacı nəyədir? Nəyə ki, borcu ki var, kirə vermək borcu var. Onun boyun olubdur. Onu verə bilmir. Bu halda bu kişiyə evinin kirəsini zəkatdan veririk. Çünki o borçlu sayılır. Yəni, yeməyə, içməyə hər şey var, amma kirəsini verə bilmir. Və yaxud da ki, bir insan hər hansı bir onun başına müsibət gəlibdir. Bazarlarda olur da, mallar yanır, şey olur, belə şeylər olur. Batır və yaxud da buna oxşar şeylər. Bunu da, yəni, buna da boyunda borc qalır. Kimdənsə malı götürüb, şey deyir, satır, borc verir, boyunda borc qalıbdır. Buna da öz borcunu ödəməsi üçün pul verilir. لأنه غير قادر على وفاة çünkü borcu qaytarmağa qadir deyil. هذا النوع من الغرم يشترط فيه أن يكون غارم عاجزا عن وفاء الدين. Belə borcu olan kəs şərtdir ki, borcu qaytarmaqda aciz olsun. Çünki dövlətlərə borcu var. Belə insanlar milyonlarla abaratı var, amma ondan sonra borcu vardır. Yəni, o qəsd olunmur. Aciz olmalıdır. Amma qadirdirsə onu verməyə, bu halda ona verilmir. Lakin həl yecuz ən yəzhəbəl insanu liman ləhu deyn və yəqul ləhu. Məsələn, amma lakin deyir, caizdirmi ki, bir insan bir kəsin yanına getsin, borcu olan bir kəsin, ona deyir ki, hədə tələbul ləzi ləkə alə fulən, xudhu və yenvihi minə zəkət. Yəni, deyir ki, bu tələb, hansı ki, sənin üçündür, alə fulən, yəni filan kəsin üzərinə. Sənin borcun var da, bunu götür və yenvihi minə zəkət. Zəkətdən onu çəkin. Bu sualdır. Sual nətərdir? Birinin borcu var, bir insanın borcu var. Deyir ki, yaxşı, o pulu çıxardıb bu kəsə vermir. Yəni, borcu olan kəsə vermir ki, apar borcunu ödər. Gedir o kimiyə ki, borcu var, həmin borc yiyəsinə deyir ki, pul sahibinə. Götür bunu, filan kəsin borcudur, zəkatdan, yəni onu yazgın. Cavab budur ki, nəam yəcuz və leysə bişart ən tuatiyəl qarimi liyotə dəin. Yəni, caizdir, çünki de şərt deyil ki, borçlu olan kəsə sən verəsən ki, o da aparıb, nədir, borcu olana versin. Liənnəl məqsudə huvə
ibra'u zimme. Yani burada maksat şeyi aradan kaldırmaktır. Boynunda olan borcu. Ve huve hasilun sevaun akhbartahu em lem tuhbirhu. وتأمل تعبير في الآية إنما الصدقة للفقراء والمساكين والعاملين عليها والمؤلفة قلوبهم. Yani burada hasıl olanları sen ona haber versen de vermesen de esas odur ki borcu olan bir kəsə verirsən, borçlu bir kəsə onu çatdırırsan. Şərt deyil ki, sən ona xəbər verəsən. Yəni şey deməyəsən ki, bu zəkatdandır. Bu sözü deməyin şərt deyil ki, bu zəkatdandır yəni. Sonra ayənin zikridir. Kullu hadihi thalathə ma'tufətun alə qavlihi lil fuqara. Bu sözlərin hamısı fuqara sözünə nədir? Bağlanıb. Billəm və firriqab və ləm yəkul və lirriqab. Demədi lirriqab, firriqab dedi. Riqab yəni boyun üçün demədi. Dedi boyunda, yəni ki şeydə, qulda da, yəni qul azad olmaqda. Bu da nəyə dəlalət edir? Buradakı fi az-zarfiyyədir. Yəni ənnəkə idə sarafta zəkətə fi hədil cihət, yəni sən zəkatı bu tərəfə xərcləsən, həmin qulu azad eləsən, yəni caiz olur. Hətta onu o zəkatın sahibinə verməsən belə həmin kəsə. Vəl qarimin də firriqaba bağlıdır. Fihi min mədxul fi ey və fil qarimin. Yaxşı. Və qalə qail, fəizə qalə qail, əgər bir kəs desə ki, hələl əhsən ən əzhəbə ilə dəini və uvəffihi və u'til qarimə likey yuvəffin li nəfsihi nəqul fi hədə təfsil. Bir kəs desə ki, daha yaxşı, hansı yaxşıdır, ən yaxşı olar ki, mən deyir gedim borçlu olan kəsin yanına və ona şeyi vereyim, pul verim, zəkatı verim yəni və u'til qarim likey yuvəffin nəfsihi. Yəni özü öz borcunu bağlasın belə deyək. Bunda deyir təfsilat var. Əgər deyir qorxsan ki, sən ona əgər pulu versən, o aparıb borcunu ödəməyəcəkdir. Əksinə yiyəcəkdir onu. Borcunsa yenə tərk edəcəkdir. Qalacaq da borcu olduğu kimi. Bu halda verməklə. Əksinə apar kim onun belə deyək də böyüyünə ver. Söz sahibinə ver, ağıllı kəsə ver, sahibi aql və din sahibinə ver ki, və la yumkin an yarda bi baqa'i zimmatihi məşğulatan. Və yaghlibu ala dhanni kəsiran annani idza ataytuhu sawfa yadhhabu fawran ila ad-da'ini və yaqdi min dinihi. Fəhuna nu'ti al-gharim naqul hada khudh hadhihi darahim awfi biha an nafsik. Yəni deyir, bilsən ki, o xərcləyəcəkdir, onu verməyəcəkdir borc sahibinə. Onu da aparıb biz nə edirik bunu? Özümüz onun əvəzindən veririk o borcu. Amma yox, o ağıl, din sahibidirsə, onun özünə versən, bilsən ki, Allahdan qorxacaq, tez aparıb borcunu verəcək də. Yəni, bu halda deyir ki, götür, git, öz nəfsindən borcunu bağla ki. Bu deyir, onun üçün daha yaxşıdır, deyir, daha gözəldir. Lakin bizə vacib olan odur ki, zəkatı o vaxt ki paylayırıq, ehtiyatlı olmalıyıq. Bəzi insanların hilələrindən ehtiyatlı olmalıyıq. Bəzi insanlar görürsən ki, sənə yaxınlaşır və öz borcu olduğunu bildirir və sən də, maşallah, onun borcunu verirsən. Və bir ildən sonra sənə gənə yaxınlaşır həmin şeylə. Buna fikir verin də, yəni ki, anlatmasınlar səni. Çünki bəzi insanlar halal, haram onları üçün fərq eləmir, yəni. Əsas odur ki, mal qazanmaq olsun, pul qazanmaq olsun. Halal, harama baxmırlar. Bu şeydə fikir ver, ehtiyatlı ol girən. وقد قدم لنا من هذا النوع أشياء وذهبنا نسلم الدائن بناء على الكشف الذي قدم فقال الدائن إنه قد أوفى
İbn Sina Rahman deyir ki, belə şey başımıza gəlibdir bizim, yəni deyir. Bir gün gedirik ki, deyir, birinin pulunu verməyə, borcunu verməyə, kimsə deyib ki, borcum var da, mən bu getmişik borcu verməyə, borc sahibi deyir ki, yox, bu verifdir. Burası gedib təzədən özü üçün istəyir də, elə pula. Bu deyir, müşkildir deyir, müşkildir, işgal bu, problemdir yəni bu. لكن الإنسان يتحرص وهو إذا اتقى الله ما استطاع وتبين فيما بعد أن الذي أخذ زكاة ليس أهلا لها فإن ذمته تبرأ وهذه من نعمة الله. Yani insan Allah'tan korksa, insan o vakit Allah'tan korku gücü çatdığı kadar ona beyan olur. Görsən, gəlir malın zəkatını götürmür. Deyir ki, yox, mən o borcu verirdim, mən neyim ama götürə bilər də, başırsan. Sonra gəlir yedinci də fi səbilillah, Allah yolunda. Allah yolunda, yəni Allah yolunda cihad, cihad fi səbilillah. O döyüşdür, cihad döyüşdür. Allahın kəlməsi uca olsun deyə. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunu həddədəhu, yəni təyin eləmişdi. O vaxt ki, bir kişi barəsində soruşulur, söhbət cihaddan gedir. Soruşur ki, döyüşür ki, qəhrəman olsun, döyüşür ki, qavmiyə görə, həmiyyə, yəni ki, qəbirəmə görə, nə bilim, yerimə görə, buna görə. Və döyüşür ki, yeri bilinsin. Bunlar hansı Allah yolundadır? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim döyüşərsə ki, Allahın kəlməsi uca olsun, bu Allah yolundadır. Bu deyir kəlmə cəmiyyətun məniyətun. Yəni, elə bir kəlmədir ki, özündə cəm edir. O qad təqaddəməl kələm alə hədə. Bu barədə söhbət keçmişdir. Burada tənbih vardır. Yecuzu qatlul muslimil zalim və inkənə muslimən fil harb. Zalim müsəlmanı döyüşdə öldürmək caizdir. Yəni ki, döyüş gedir, sənə qarşı döyüş edir də, döyüşdədir. Zalimdirsə öldürmək caizdir. Əgər bir kəs desə ki, və inkənə mukrahan, əgər məcbur olunubsa da, cavab verdi ki, Şeyxülislam İbn Teymiyyə Rəhməhullah demişdi ki, İzə qatələ muslimunə ma'at-tatar fəinnəhum yuqatalunə və inkənu musliminə və ləv kənu mukrahin. Yəni, əgər müsəlmanlar o vaxt tatarlarla bir yerdə döyüşürdülər, onlar qətl olunurlar, müsəlman olsalar belə, hətta ikrah altında olsalar belə. Bəzi müsəlmanlar indi tatarların səhvlərində idilər, sıralarında idilər, döyüşürdülər tatarların yanında. Şeyxülislam deyir ki, onlar da məcbur olsalar da belə öldürülür, döyüşdə öldürülür. وإن كانوا غير صادقين بل هم مختارون طائعون فهذا ما أصابهم وهم الذين جروه على أنفسهم وقد قال رحمه الله في تعليل ذلك إنه لا يعلم المكره من غير المكره لأن ذلك محله القلب فالاختيار والكراهة محلها القلب فلا يعلم المكره من غيره فيقتل المكره دفاعا عن الحق وحسابه على Allah. Ne deyir? Eğer onlar deyir, eğer doğru sadık değillerse de əksinə onların seçimi vardır. Onlar itaət edirlər. Bu kəslər öz nəfslərini gətirib bu hala salıblar. Yəni kafirlərin səhvlərində müsəlmanlara qarşı yəni döyüşürlər. Rəhməllah demişdi ki, mükrah, yəni məcbur olan kəslə məcbur olmayan kəs bilinmir əslində. Çünki onun yeri həmin məcburiyyətin qəlbdədir. Sən bilmirsən, bu məcbur olub yoxsa olmayıbdır. Seçimi var və yaxud da ki, ikrah altındadır. Bunlar hamısı qəlbə aid olan söhbətlərdir. Fələ yu'ləmul mukrah min qeyri. Yəni, məcbur olan kəs başqasından döyüş vaxtı bilinmir. O sənə qarşı döyüşürsən, nə bilirsən ki, bu məcburdur yoxsa yox. Güllə atırsan da at kenarına. Bu halda öldürülür. Haqqı müdafiə eləməksən bir kəs öldürülür. Hesabı da Allahadır. Yaxşı, belə fərz olunsa ki, o əsir götürülür və o həqqi müsəlmandır. فإنه لا يجوز قتل. Bu halda onu qətl etmək caiz deyil. Əmmə fi meydan qital, amma döyüş meydanında فإنه yuqtal, o qətl olunur.
Rahmanullah zikr edir ki, artıq zikr eləmişdir fətvasında, cihad kitabında bunu zikr eləmişdir. Alə kulli hal, bütün hallarda biz deyirik ki, İnnellezî yuqatilu hifzan limalihi ev hifzan libeytihi ev hifzan libiladihi fe innehu la yahrucu an emrin. İzâ kâne lil bilad, deyir ki, biz deyirik ki, əgər kim ki malını qorumaq üçün, evini qorumaq üçün, ölkəsini qorumaq üçün döyüşürsə də, bu iki şeydən kənara çıxmır. Əgər onun ölkəsi tamam edir. İmkanı yuhafizu aleyhə liyennə bilad İslamiyyə. İslam ölkəsidir deyə onu qoruyur. Orada olan İslam'a görə. Bu Allah yolundadır. Şək yoxdur. Yaxşı, oranı qoruyur ki, onun sadəcə ölkəsidir. Sadəcə əldən vermək istəmir. Necə ki, malını əldən vermək istəmir. Fəhədə in qutilə fəhvə şəhid. Bu halda da qətl olsa şəhiddir. Kim malı üçün döyüşərsə də qoruyub, ölərsə də şəhid olar, ailəsi üçün, namusu üçün qoruyarsa şəhid olar. Necə ki, Rasulullah s.ə.v demişdi ki, وَقَاتِلْهُ اِنْ قُتِلَ. Yəni, onunla döyüş, اِنْ قُتِلَ اَيْ الْمُقَاتَلْ فَهُوَ فِي النَّارِ. Döyüş giranlar. Əgər o cəhənnəmdədirsə, o öldürülərsə də, qətl olunlarsa da, nədir? O cəhənnəmdədir. Billah. Yəni, sənin malını kimsə almaq istəyir də, səninlə döyüşmək istəyir. Sən neynəməlisən? Onunla döyüş girir. Əgər sən onun öldürəsi olsan, o cəhənnəmdədir. Necə ki, Peyğəmbər s.ə.v demişdi. O fi səbilillah. Yəşməlu i'ta zəkətil mücahidin ənfusihim və şira'il əslihəti ləhum. Məsəl üçün, zəkat malından mücahidlərə verilir, hansılar ki, onlar üçün məsəl silahsız alınır. Zəkatdan silah almaq caizdir. Çünki Allah yolunda olan nədir? Cihaddır. İlim əhli demişlər ki, وَمِنْ ذَلِكَ أَنْ يَتَفَرَّغَ شَخْصٌ لِطَلَبِ الْعِلْمِ. Yəni, bir kəs elm tələb eləmək üçün neynir? Ayrılır. قَادِرٌ عَلَى التَّكَسُّبِ. Yəni, qazanc əldə eləməyə qadirdir. لَكِنَّهُ تَفَرَّغَ مِنْ أَجْلِ أَنْ يَطْلُبَ الْعِلْمِ. Elm tələb eləmək üçün neynifdir? Özünü buna ayırıbdır. فَاِنَّهُ يُعْتَى مِنَ الزَّكَةِ. Zəkatdan ona da verilir ehtiyacı miqdarında. لِيَنَّ طَلَبَ الْعِلْمِ جِهَادٌ فِي سَبِيلِ اللّٰهِ. Çünki elm tələb eləmək Allah yolunda cihaddır. Əmmə mən təfərrəqə lil-ibadət. Amma kim ibadət üçün boş olubsa da, Quran oxuyur, namaz qılır, məsələsində, bu şey üçün boş olubsa da, bu şəxsə zəkatdan işə verilir. Abid deyirlər də ona. Bəl deyilir ki, iktəsib, git qazancına. Və bihədə arafna şərəfəl ilim aləl-ibadəti. Bununla biz elmin şərəfini ibadətin üzərində nədir? Biz bildik. Fələv cəənə rəculən əhəduhumə deyyinun tayyibun və yəqul ənə əstatiyə ən əktəsibə, ləkin uhibbu ən ətəfərrəqə lil-ibadəti minəs-salati və-siyam və-zikr və-qira'at-ül-Qur'an fəə'tuni minəz-zəkat və-kifuni l-əməl. Nəqul lə nu'tikə bəl əktəsib. Deyir, misal üçün, iki kişi gəlir, onlardan biri dindardır, qəşər, ibadət əhlidir. Deyir ki, mən işləyib qazana bilərəm. Lakin istəyirəm ki, özümü ibadətə ayırım. Namaza, oruca, zikrə, Quran oxumağa. İşləmirəm, bu şeylər, ibadətlər eləyəcəm. Mənə zəkat verin. Zəkatdan nəsə verin. Və kifunil əl-əməl. Yəni, əməlimə kifayət edin də, yemiş deməyim, kifayət edin. Ona deyir ki, xeyr, sənə vermirik. Əksinə git qazan, git işlə gələn. Vermirik, git işlə, bacarırsan. Çünki ibadət üçün ayrılır. Özü üçün ayrılıqdır. Namaz qılır, oruçdur, Quran oxuyur, zikr edir. Oturub evindən çıxmır ki, mən və yaxud da ki, məsciddə deyirsən, yox, ged işlə gələn. Və cə rəculun axar, amma başqa bir kişi də gəldi, bu ikisindən iki kişi gəlmişdi. O birisi gəlirsə, deyir ki, ənə uridu ən ətəfərrəqə li talab eləm. Mən elm tələb eləmək üçün nə edirəm? İstəyirəm ki, özümü ayıram elm tələb eləməyə.
və qazanc qazanmağa da qadirəm. İşləyib qazanc qazanmağa qadirəm. Lakin ki, qazanc dalınca getsəm, elm tələb edə bilməyəcəm. Mənə kifayət qədər zəkatdan nəsə verin. Elm tələb elədiyim, ayrıldığıma görə. Qulnə mərhaban. Biz dedik ki, xoş gəlibsən. Gəl gələn. Fənutikə mə yekfikə li talabil ilm. İlm tələb elədiyin miqdarda sənə biz ondan verəcəyik. 8-ci də Allah yolunda olandır. Və huvə sinfus səmin min əsnafi əhli zəkat. Zəkat əhlinin 8-ci sinifidir. Siniflərindən 8-ci sinifdə Allah yolunda olandır. Yəni səfər. Üzr istəyirəm. Və ibn səbil yolda qalan. İbn Səbil kimdir? Musafir, səfərdə olan. Hansı ki, səfərdə səfər evinə, mənzilinə çatan səbəblər kəsilibdir bunun üçün. Qutarıbdır, nafaqası qutarıbdır, imkanı qutarıbdır, pulu qutarıbdır. Heç nəyə yoxdur ki, gedib öz ölkəsinə, öz şəhərinə satsın. Bu halda zəkatdan öz ölkəsinə gedən miqdarda verilir. Samolyotdur, avtobusdur, buna oxşar da şeylər, nə ki, bunu aparıb öz ölkəsinə çatdıracaqdır, buna verilir bu miqdarda. Və leysə hədə min bəbil fuqara vəl məsəkin. Bu fəqir, məskin deyil. Bu sadəcə yolda qalıbdır. Kəmə yuqal İbnül mə fi tayril mə əlləzi yələful mə fəyəqa aleyhi. هؤلاء 8 أصناف لا يجوز صرف الزكاة في غيرهم فلا يجوز أن تصرف الزكاة في بناء المساجد ولا في إصلاح الطرق ولا في بناء المدارس ولا غيرها في طرق الخير. Deyək ki, bu deyir 8 sinif idi ki, bu 8 sinifdən başqasına vermək caiz deyil. Caiz deyil. Həmçinin məscid tikmək, məscidlər tikmək, yollar tikmək, məktəblər tikmək, bundan başqa xeyir yolları olan şeylərə, bu 8 sinifdən başqa, yəni bu şeylərə zəkatdan verilmir. Biri deyəcək ki, zəkat verən məscid tikmək olmaz, mədrəsə tikmək olmaz, başqa xeyir şeylər eləmək olmaz. Ancaq 8 sinif insana zəkat verilir. Çünki Allah Subhanahu taala 8 sinifi zikr eləmişdir və hasr eləmişdir bunu. Bunu nə ilə mahsur eləmişdir? İnnəmə. Yalnız bunlardır. Buradakı innəmə sadaqat, yalnız sədəqələr. Bu hasarı fayda edir. Və huvə isbətul hukmun fil məzkuru və nəfihi ammə sivahu. Yəni, bu 8 sinifdən başqa zikr olan şeylərdən başqasına verilməyi qadağa edir. وَلَوْ قُلْنَا بِجَوَازِ صَرْفِ الزَّكَاةِ فِي جَمِيعِ وُجُوهِ الْخَيْرِ. Əgər desək ki, bütün xeyirlər tərəfdən zəkatı sərf eləmək caizdir, لَفَاتَتْ فَائِدَةُ الْحَصْرِ. Bu halda innəmə sözü, bu hasr, həsarı almaq sözünün faydası getmiş olar, olmazdı. Lakin məscidlər tikmək, yolları islah eləmək, məktəblər tikmək, buna oxşar şeylər təf'alu an turqun uxra, başqa yollarla edilir, başqa xeyirlərlə, başqa pul yığmaqla belə şeylərlə edilir. Amma zəkatdan edilmir. Turqul bir və sadaqat və təbarrəqat, necə ki, pul yığılır, sədəqələr yığılır, buna oxşar müstəhəb olan şeylərlə olunur. Amma zəkatdan olunmur. Hədə huvə rüknü thəlith min ərkan İslam. Bu da İslamın 3-cü rükunu idi ki, dayağı idi ki, zəkat barəsində Peyğəmbər s.ə.v Cibril hədisində, uzun hədisdə bunu zikir eləmişdir. Sonra 4-cü rukun gəlir. O da nədir? Oruçdur. Qalsın gəlin səfərə Allah da istəyirəm ki, bizlər istifadə edenlərdən.